Hər vaxtınız xeyir olsun uşaqlar. İndi isə quruluş formullarının yazılmasına baxaq. Məsələn, baxın, düzdür, biz bunu ilk dərsdə keçdik rabitədə. Məsələn, verilir su, sonra nə verilir? Sonra verilir berilyum xlorid, nə bilim, alüminium xlorid, SO2, H2S, CH4, CH4 yox da belə bu şəkildə yazaq bunları. Bunların quruluş formullarının yazılmasına baxaq. Uşaqlar, deməli bunların quruluş formulları necə yazaq? Məsələn, biz keçmişik ki, oksigen 2 valentlidirsə 2 dənə xətt çıxır. Yəni belə. Hidrogenlər 1 valentlidirsə belə. Amma suyun formulunu belə yazmayacağıq. Suyun formulunu belə yazacağıq. Səbəb nədir? Deyəsə ki, fərqi nədir ki, bir dənə oksigen 2 xəttdir, 2 hidrogendir. Belə yazılma nə zaman olur? Belə yazılma nə zaman olur? Suda belə olmur. Səbəbini deyim. Qoy berilyumu da yazın. Bax, deyərsiniz ki, berilyum 2 valentlidir də. Berilyum 2 valentlidir. Görəsən, xlorlarda 1 valentlidir. Beləmi yazaq? Yoxsa ki, fərqi nədir? Berilyum belə xlor eynidir də. Belə bir şeymi yazaq? Berilyumu da belə yazmayacağıq. Berilyum H2-ni, yenə berilyum 2 valentlidir. Beləmi yazaq? Yoxsa beləmi yazaq? Burada təbii ki, belə yazacağıq, belə yox. Səbəbini izah edeyim, niyə? Baxın, berilyum 2 valentlidir. 2 valent. Berilyum belə deyil. Berilyum ikinci qrupda yerləşir. Qrupunu bilək. Hardan bilirəm? 2 valentlidirsə berilyum, maqnezium, kalsium, stronsium, barium, radium 2 valentlidir. Sink ikinci qrupda yerləşir də. Əgər yerləşdiyi qrupa 2 valentlidir. Bu valent imkanları tam baş verirsə, yəni element burada 2 valentinin yerləşdiyi qrupun nömrəsinə uyğun bütün valent elektronlardan istifadə edib. İkinci qrupda yerləşir, 2 valentlidir, bütün valent elektronlar iştirak edibsə, bu xətti quruluşa malikdir. Bunu bir xətt istiqaməti üzrə yazmalıyam. Bir xətt istiqaməti üzrə. İkinci qrupda yerləşir, maksimum, yəni 2 valent elektron var, ikisini də istifadə edib. Maksimum valent elektronlarını istifadə edirsə, həmin birləşmələr xətti quruluşa malikdir. Bunu birləşmədə başqa cür də izah edəcəm, hələ ki buradan bilək. Yəni onu bucaq quruluşunda yaza bilmərəm. Və ya yenə də deyirsən berilyum 2 valentlidir. İkinci qrupda yerləşir və valent elektronların hamısı iştirak edib. Ona görə də hamısı iştirak edibsə, əlbəttə ki, bu xətti quruluşludur, belə olmayacaq. Gələk buna. Oksigen 6-cı qrupda yerləşir, bilirik də, NOF yerləşdiyi qrupa uyğun valentlik göstərmirdi. Azot 5-ci qrupda, hidrogen, oksigen 6-cı qrupda, flor 7-də. Bir sözlə, oksigen 6-cı qrupdadır, amma 2 valent, yəni 6 valent elektronundan 2 valentli də burada 2 valent elektron istifadə edir. Əgər tam da istifadə eləməyibsə, hə, onda bucaq quruluşuna malikdir. Çünki bu rabitənin əmələ gəlməsində 2 elektron istifadə edib, yerdə qalıb 4 elektronlarda. 4 elektronlarda bunları sıxmağa başlayır. Yəni simmetriya vəziyyətini yaratmır. Yəni belə ola bilməz. Ona görə də deyirik ki, əgər qrupunda olan, qrupun nömrəsi ilə valent elektrondur. Valent elektronlarının hamısını sərf edibsə, ikinci qrupdadır, 2 valent elektron var. İkisini də sərf elədirsə, bu xətti quruluşa malikdir. Yox, valent elektronlarının oksigen 6-cı qrupdadır, 6 valent elektron var. Amma 6-sını da iştirak eləməyibsə, oje simmetriya yox, bax belə qeyri-simmetrik bir birləşmə yaradır. Gələk, sonra nə yazıb? Məsələn, alüminium. Alüminium bilirik ki, 3 valentlidir, yəni 3-cü qrupdadır. Alüminium xlorişi yazmaya ehtiyac yoxdur. Onsuz da bunu yazmayaq. Bu heç buna aidiyyatı yoxdur. Mən sadəcə 2 element belə birləşəndə bunları izah edirəm. Alüminium xlorida baxmayaq. Keçək buna. H2S-ə. Deyirəm ki, H2S. Deyirsən S2 valentlidir. Beləmi yazılar? Yoxsa ki, S2 valentlidir, beləmi yazılar? Əlbəttə ki, belə yazılmaz. Səbəb nədir? Kükürt 6-cı qrup elementidir, 6 valenti var, amma 2 valentini sərf edib. Hamısını sərf eləsəydi, onda deyərdim ki, bəli, xətti quruluşa malikdir. Amma hamısını sərf eləmədiyinə görə onda bucaq quruluşuna malikdir. Keçək SO2 və CO2, qoy bunları silim. Baxın, yazılış görünüşü eynidir. SO2 və CO2. Deyirsə SO2 beləmi yazılar? Yəni belə bucaq kimi göstərək və yaxud beləmi göstərək? Həmçinin CO2 də bunun tayı beləmi göstərək? Yoxsa məsəl üçün deyək ki də quruluşun fərqli göstərək. İndi deyirəm ki, kükürt 6-cı qrup elementidir. Yəni 6 valent elektronu var. Amma 6 valentindən 4 valentini istifadə edib. Hamısını istifadə eləmədi ki, hamısını istifadə eləsəydi xətti olardı. Demək ki, xətti deyilmiş, belə yazılarmış. Karbon bilirik ki, 4-cü qrupda yerləşir və yalnız 4 valentlidir, bir dənə CO2 3 valentlidir. Yəni valent elektron 4-dür,
4 valent elektronun 4 rabitəsi çıxıb da. 4 valentinin 4-ünü də sərf edib. Demək ki, xətti quruluşa malikdir. Bu şəkildə olmur.